Bu müzakirə jobzones.co iş elanları, iş və namizəd axtarışı platformasının dəstəyi ilə hazırlanıb. Salam, bugün sizinlə Əmək Məcəlləsinin, belə deyək, bəzi xüsusi qruplara aid qaydalarına baxırıq. Hə, salam. Söhbət daha çox qadınlar, 18 yaşına çatmamış gənclər, bir də kənd təsərrüfatı işçilərindən gedir. Düzdür, mənbəmiz də elə məcəllənin özüdür. Məqsədimiz də odur ki, bu qaydaların sizin üçün, yəni praktikada ən vacib tərəflərini açaq. Bəli, çünki bu qruplar, necə deyim, əmək bazarında biraz daha həssasdılar da. Gəlin elə qadınların əmək hüquqlarından başlayaq, onların təminatlarından. Başlayaq. Məsələn, çox rast gəlinən bir şey var. Hamiləliyə görə ya da kiçik uşağı olduğuna görə işə götürmürlər. Məcəllə deyir olmaz. Amma bu praktikada necə işləyir? Qanun bunu çox qəti şəkildə qadağan edir. Yalnız, belə deyək də, çox konkret hallar istisnadır. Məsələn, qadının sağlamlığına uyğun iş yoxdursa, ya da peşəsinə uyğun vakansiya yoxdursa. Amma vacibdir, baxın, əgər sizə yox deyirlərsə, mütləq yazılı səbəb tələb edin. Bu sizin haqqınızdır. Yazılı səbəb. Yaxşı, başqa hansı qorumalar var? Məsələn, ağır işlər məsələsi. Bəli, bəli. Qadınların sağlamlığı nəzərə alınır, ağır, zərərli, yeraltı işlər bunlar olmaz. Amma maraqlıdır ki, əgər qadın rəhbər vəzifədədirsə, ya da fiziki iş görmürsə, məsələn, həkimdirsə orada. Onda olar. Onda olar, bəli. Həm də qadınların qaldıra biləcəyi yükün də konkret çəkisi var. Yəni, deyək ki, bütün gün ərzində müntəzəm olaraq 10 kilodan artı olmaz. Hamilə və ya 3 yaşa qədər uşağı olanlar üçün isə belə işlər ümumiyyətlə qadağandır. Bəs iş saatları, ezamiyyətlər, analara yəqin ki, güzəştlər var. Əlbəttə, məsələn, hamilə dadımı ya da 14 yaşına çatmamış uşağı olanı, həmçinin əlilliyi olan uşağı olanı gecə işinə, əlavə işə, bayram günü işə çağırmaq olmaz. Ezamiyyətə də göndərmək olmaz. Olmaz, yoxsa razılıqla olar. Yalnız və yalnız yazılı razılığı ilə. Özü də bəzən həkim rəyi də tələb olunur ki, bu iş uşağın sağlamlığına ziyan vurmasın. Sonra tibbi rəy əsasında hamilə qadın daha yüngül işə keçirilməlidir. Maaşı da saxlanılır. Bu da yaxşı təminatdır. Hə, bir də yaş yarımına qədər uşağı olanlara hər 3 saatdan bir, ən azı yarım saatlıq fasilə verilir, uşağı yedizdirmək üçün. Və bu fasilə iş vaxtına daxildir. Deməli, maaşdan kəsilmir o vaxt. Bəs natamam iş vaxtı. Kimlər istəyə bilər bunu? Bu da çox vacibdir. Yenə hamilə qadınlar, 14 yaşınadək və ya əlilliyi olan uşaqlı analar, bir də xəstə ailə üzvünə baxan qadınlar. Onlar xahiş etsələr, işə götürən natamam iş günü ya da həftəsi təyin etməlidir. Məcburdur. Maraqlıdır. Onu da deyim ki, bu qaydalar təkcə qadınlara aid deyil. Uşaqları tək böyüdən atalar var, qəyyumlar var. Onlar da eyni hüquqlardan istifadə edə bilirlər. Çox ədalətli. İndi keçək gənclərə, 18 yaşı olmayan işçilər. Onlar üçün nə kimi xüsusiyyətlər var? Gənclər də qorunur. Əsas qayda 15 yaşdan kiçikləri işə götürmək olmaz. Qəti. Onların da ağır, zərərli, yeraltı işlərdə işləməsi olmaz. Bir də, necə deyim, əxlaqa pis təsir edən yerlər var. Gecə klubları, barlar kimi. Bəli, bəli. Spirtli içki, tütün satışı, bu kimi yerlərdə işləmək olmaz. Onlar üçün də yük qaldırma normaları var, yaşa və cinsə görə. Yəqin iş saatları da daha sərtdir, gecə işi falan. Hə, daha sərtdir. 18 yaşa qədər işçini axşam 8-dən səhər 7-yə qədər işə cəlb etmək olmaz. Nə əlavə işə, nə bayram günü işə, nə də ezamiyyətə göndərmək olmaz. Qəti qadağandır. Bəs tutaq ki, yeniyetmə özü istəyir, əlavə işləsin pul qazanmaq üçün. Onda necə? Yox, qanun buna imkan vermir. İstəsə belə işə götürənin onu cəlb etməsi qadağandır. Sağlamlıqları da önəmlidir işə girəndə və sonra hər il həkim müayinəsindən keçməlidirlər. Maraqlı bir məqam da var, onlar qısaldılmış iş günündə işləsələr də maaşları tam iş günü işləyən böyüklər kimi verilməlidir. Hə, bu da təcrübəsizlikdən sui-istifadənin qarşısını alır yəqin. Bir də müqavilə məsələsi. Düzdür, onların əmək müqaviləsini, məsələn, peşəkarlıq səviyyəsi aşağıdır deyib ləğv etmək olmaz. Aydın məsələdir. Və nəhayət kənd təsərrüfatı. Orada nə kimi fərqlər var? Kənd təsərrüfatında əsas məsələ işin mövsümü olmasıdır. Buna görə də iş vaxtının uçotu fərqli ola bilər. Məsələn, cəmlənmiş iş vaxtı uçotu deyirik biz ona. Yəni bəzi aylar çox, bəzi aylar az işləmək kimi. Bəli.
Amma ilin sonunda ümumi norma gözlənilməlidir. Münasibətlər həm məcəllə, həm də müəssisənin öz nizamnaməsi ilə tənzimlənməlidir. Amma nizamnamə məcəllədəki hüquqları azaltmamalıdır. Ailə təsərrüfatlarında da elektron əmək müqaviləsi bağlanmalıdır. Çox sağ olun, ətraflı izah etdiniz. Beləliklə gördük ki, məcəllə həqiqətən də bəzi qruplara xüsusi diqqət yetirir, onlara əlavə təminatlar verir. Hə, bu qaydaları bilmək vacibdir. Həm işçi kimi, həm də işə götürən kimi. Tamamilə doğrudur. Bu, hələ müzakirəmizin, belə deyək, birinci hissəsi idi. Düşünürəm ki, bu mövzuların tətbiqi ilə bağlı danışılacaq hələ çox şey var. Əlbəttə, praktikada rastlaşdığımız hallar, suallar çoxdur. Odur ki, indi qısa bir fasilə edirik, fasilədən dərhal sonra müzakirəmizin ikinci hissəsində bu mövzuları daha da dərindən araşdırmağa davam edəcəyik. Bizimlə qalın. Verilişimizə qaldığımız yerdən davam edirik ikinci mövzumuzla. Bugün sizinlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin bəzi vacib məqamlarına toxunacağıq. Əsasən də məcəllənin tələblərinə əməl olunmasına nəzarət, məsuliyyət məsələləri bu 13-cü bölmədir. Bir də əmək müqavilələrinin sənədləşdirilməsi, xüsusən xitam zamanı, yəni 12-ci fəsil, mənbəyimiz elə məcəllənin özüdür. Məqsədimiz də bu hüquqi çərçivəni, belə deyək, sizin üçün daha anlaşılan etməkdir. Gəlin başlayaq elə birinci məsələdən. Kim nəzarət edir bu qaydalara əməl olunmasına? Necə işləyir bu sistem? Hə, maraqlı sualdır. Baxın, Əmək Məcəlləsinin 308-ci maddəsinə görə əsas dövlət nəzarəti var. Bunu kimlər edir? Prokurorluq orqanları və bir də müvafiq icra hakimiyyəti orqanı. Yəni, hamımızın daha çox əmək müfəttişliyi kimi tanıdığı qurum. Onlar baxırlar ki, qanunvericilik iş yerlərində düzgün tətbiq edilirmi, pozuntu varmı, yoxmu? Aydındır. Yəni, əsasən dövlət qurumlarıdır bu işə baxan. Bəs başqa nəzarət forması var. Məsələn, işçilərin özlərinin, ya onları təmsil edən qurumların bir rolu olurmu? Əlbəttə var. Bu da 309-cu maddədə göstərilib. İctimai nəzarət deyilir buna. Bunu da həmkarlar ittifaqları həyata keçirir. Yəni işçilərin öz təşkilatları, bir də işə götürənlərin nümayəndəli orqanları və qanun tələb edir ki, işə ötürən bu ictimai nəzarətin həyata keçirilməsinə mane olmasın, əksinə şərait yaratsın. Deməli, ikili nəzarət var. Həm dövlət, həm də ictimai. Yaxşı, bəs tutaq ki, pozuntu aşkarlandı. İşçi və ya işə götürən qaydanı pozub. Nə olur sonra? Məsuliyyət necə olur? Baxın, məcəllənin 310-cu maddəsi ümumi qaydanı müəyyən edir. Deyir ki, məcəllənin tələblərini pozan tərəflər fərqi yoxdur, işçi, işə götürən ya da başqa aidiyyəti şəxslər məsuliyyət daşıyırlar. Və bu məsuliyyətin də növləri var. Maddi ola bilər, intizam, inzibati və hətta cinayət məsuliyyəti. Gəlin biraz açaq bunları. Məsələn, intizam məsuliyyəti deyəndə nə nəzərdə tutulur? İntizam məsuliyyəti bu 311-ci maddədir daha çox. İş daxili qaydaların pozulması ilə bağlıdır. Məsələn, işə gecikmək, tapşırığı vaxtında yerinə yetirməmək. Belə hallarda işə götürən işçiyə töhmət verə bilər, şiddətli töhmət verə bilər. Ən ağır halda isə müqaviləyə xitam verə bilər. Amma əlbəttə ki, qanunda göstərilən əsaslarla. Bəs inzibati məsuliyyət? O nə vaxt yaranır? İnzibati məsuliyyət artıq İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Maddə 312 buna istinad edir. Məsələn, işə götürən əmək qanunvericiliyinin hansısa tələbini pozursa, deyək ki, işçini qanunsuz işdən çıxarırsa və ya əmək haqqını vaxtında vermirsə, ona qarşı inzibati tənbih, yəni çox vaxt cərimə tətbiq oluna bilər. Aydın oldu. Deməli, cərimələr əsasən inzibati məsuliyyət çərçivəsindədir, bəs cinayət məsuliyyəti, bu yəqin ki, ən ciddi hallardır. Bəli. Cinayət məsuliyyəti, bu da 313-cü maddədə qeyd olunur, Cinayət Məcəlləsinə əsasən yaranır. Bu, adətən əmək mühafizəsi qaydalarının çox kobud şəkildə pozulması və bunun nəticəsində bədbəxt hadisə baş verməsi, işçinin sağlamlığına ciddi zərər dəyməsi və ya hətta ölümlə nəticələnməsi kimi çox ağır hallarda tətbiq edilir. Çox ciddi məsələlərdir. Bu məsuliyyət növləri onu göstərir ki, hər şey, xüsusilə də əmək müqaviləsinin xitam verilməsi prosesi çox dəqiq sənədləşdirilməlidir, elə deyilmi? Tamamilə doğrudur. Sənədləşmə həm işçinin, həm də işə götürənin hüquqlarını qorumaq üçün şərtdir. Gəlin ikinci fəslə baxaq, maddə 83-ə. Orada deyilir ki, əmək müqaviləsinə
istənilən əsasla xitam verilərkən mütləq işə götürənin əsaslandırılmış əmri, yəni sərəncamı və ya qərarı olmalıdır. Bu əsas sənəddir. Bəs indi çox şey elektronlaşıb. Elektron müqavilələrdə necə olur bu əmr? Hə, çox yaxşı sualdır. Əgər müqavilə elektron informasiya sistemində bağlanıbsa, onda xitam əmri də elektron formada hazırlanır, gücləndirilmiş elektron imza ilə təsdiq edilir və işçinin həmin sistemdəki elektron kabinetinə göndərilir. Bu həm sürətlidir, həm də şəffaf. Bəs kağız variantı hələ də qalan hallarda, məsələn, əmək kitabçası olanlarda, bir də işçi son pulunu nə vaxt almalıdır? Bu çox vacibdir. Düzdür, çox vacibdir. Deməli, maddə 87-də qeyd olunan bəzi istisna hallar var ki, hələ də kağız əmək kitabçası aparılır. Belə halda əmrin surəti və həmin əmək kitabçası əgər varsa və qeydlər aparılıbsa, mütləq son iş günü işçiyə verilməlidir. Ən əsası da dediyiniz kimi son haqqa hesab. Bura nə daxildir? Əmək haqqı, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya, digər ödənişlər. Bunların hamısı elə həmin son iş günündə işçiyə tam ödənilməlidir. Gecikməyə yol verilmir. Yaxşı, bəs o xitam əmrin özündə nələr olmalıdır? Məzmununa dair tələblər varmı? Var əlbəttə, maddə 84 məhz bunu tənzimləyir. Əmrdə mütləq işə götürən haqqında məlumatlar, adı vöyeni, işçi haqqında məlumatlar, adı, soyadı, atasının adı, PIN kodu, onun vəzifəsi, peşəsi göstərilməlidir. Sonra ən vacibi, xitamın əsası, yəni niyə işdən çıxarılır və məcəllənin hansı maddəsinə istinad edildiyi dəqiq yazılmalıdır. Xitam tarixi və bu xitama əsas olan sənədlər, məsələn, işçinin ərizəsi, intizam tənbihi əmri, ixtisar barədə xəbərdarlıq və s. də əmrdə əks olunmalıdır. Deməli, hər şey əsaslandırılmalı və sənədləşdirilməlidir. Əvvəllər əmək kitabçaları var idi, bütün iş təcrübəsi orada yazılırdı. İndi əsasən elektron sistemdir. İşçi öz əmək fəaliyyəti barədə necə məlumat ala bilər? Məsələn, başqa işə düzələndə nə təqdim edir? Baxın, maddə 87-yə görə, indi əsas məlumatlar dediyiniz kimi, əmək müqaviləsi bildirişi alt sistemində, yəni elektron informasiya sistemində qeyd alınır. Bu işçinin rəsmi əmək tarixçəsidir. O, istisna hallar xaricində, maddə 80, hissə 2.1, artıq kağız əmək kitabçasına ehtiyac qalmır. Ancaq işçi istədiyi vaxt işə götürənə müraciət edib, öz iş yeri, vəzifəsi, əmək haqqı barədə rəsmi arayış tələb edə bilər. İşə götürən bunu verməlidir. Bəs xasiyyətnamə? Bəzən o da lazım olur. Hə, xasiyyətnamə də var. Maddə 88 bunu tənzimləyir. İşçinin müraciəti əsasında işə götürən onun işgüzar, peşəkarlıq və şəxsi keyfiyyətlərini əks etdirən xasiyyətnamə verməlidir. Amma bir vacib məqam var. İşçinin yazılı razılığı olmadan bu arayışları və ya mənfi xasiyyətnaməni başqa yerə göndərmək olmaz. Yalnız müsbət xasiyyətnaməni işçinin razılığı olmadan da göndərmək olar. Bütün bu elektron sistemlər, rəqəm salmaşma təbii ki, əmək bazarının özünü də dəyişir. İş axtarmaq, işçi tapmaq prosesləri də artıq fərqlidir. Yeri gəlmişkən bu sahədə fəaliyyət göstərən platformalar da var. Məsələn, jobzones.com. Bəli, jobzones.co kimi platformalar məhz bu müasir tələblərə cavab verməyə çalışır. İşə götürənlərlə iş axtaranları bir araya gətirir. Hətta indi maraqlı bir təklifləri də var. Onlar HR mütəxəssislərini, yəni kadrlar üzrə peşəkarları öz platformalarını test etməyə, rəy bildirməyə dəvət edirlər. Əvəzində də həmin HR mütəxəssislərinin çalışdıqları şirkətlərin iş elanlarını öz saytlarında ödənişsiz yerləşdirməyi təklif edirlər. Bu, belə deyək, bir əməkdaşlıq təklifidir. Çox maraqlıdır. Bəs necə əlaqə saxlamaq olar? Maraqlanan HR mütəxəssisləri info@jobzones.co e-mail ünvanına yaza bilərlər və ya +994 55 424 81 26 nömrəsi ilə birbaşa layihə rəhbəri Mirsmayıl Qurbanlı ilə əlaqə saxlaya bilərlər. Veb saytları da jobzones.co-dur. Beləliklə, gördüyümüz kimi, əmək məcəlləsi bir tərəfdən, rəqəmsal texnologiyalar və yeni platformalar digər tərəfdən əmək münasibətlərini müasir dövrə uyğunlaşdırır. Bəlkə də dinləyicilərimiz üçün belə bir düşünməli sual qoyaq. Sizcə, bu rəqəmsallaşma prosesi gələcəkdə işçi işə götürən münasibətlərini daha hansı istiqamətlərdə dəyişəcək və biz bu dəyişikliklərə necə hazırlaşmalıyıq, həm fərd olaraq, həm də şirkət səviyyəsində?
Çox maraqlı sualda həqiqətən üzərində düşünməyə dəyər. Hər halda bugünkü müzakirə üçün sizə təşəkkür edirəm və əlbəttə bizi dinləyən hər kəsə də təşəkkürlər. Mən də təşəkkür edirəm. Ümid edirəm faydalı oldu. Bizi dinlədiyinizə görə sağ olun. Bəlkə gələcək verilişlərimiz üçün mövzu təklifləriniz var ya da bugünkü söhbətimizlə bağlı suallarınız. Buyurun info@jobzones.co e-mail ünvanına yazın və ya elə bu videonun altında şərh bölməsində fikirlərinizi bildirin. Həmçinin, əgər bu müzakirəmiz sizə faydalı oldusa, kanalımıza abunə olmağı unutmayın, bəyənin, dostlarınızla, həmkarlarınızla paylaşın ki, onlar da bu məlumatlardan xəbərdar olsunlar. Və əlbəttə, iş axtarışında olan dinləyicilərimizi, uyğun namizəd tapmaqda çətinlik çəkən şirkətləri də jobzones.co platformasından istifadə etməyə çağırırıq. Bütün əlaqə məlumatları veb-saytda jobzones.co və ya indicə dediyimiz e-mail və telefon nömrəsi vasitəsilə mövcuddur. Bununla da bugünkü verilişimizi yekunlaşdırırıq. Gələn həftənin eyni günündə, eyni saatında yeni mövzularla görüşmək ümidi ilə. Sağ olun, salamat qalın. Bizi izləməyə davam edin. Hələlik.